sual bizdən informasiyanın, qrafik informasiyanın tapılmasıdır. Qrafik informasiyanın həcmini tapmaq üçün həcm qrafik. Mütləq düstur bilməliyəm, bəli. Həcm qrafik bərabərdir. A vurmaq B. A və B-yə biz nə demişdik? Piksel. Piksel say. Vurulsun ki, yeni vahidi nədir? Həmişə hər zaman bitdir. Vahidi niyə yazıram? Çünki mən çaşmayayım. Deməli, A və B-nin yerində pikselləri görürəm ki, 1024 128. Deməli, həcm bərabərdir. 1024 vurulsun 128. Bərabər vurulsun ki, yeni vahidi nədir? Bitdi. İndi məsələ nədir burada? Mənə deyir həcmi 64 kilobayt olarsa. Gəlirəm baxın. Qeyd edirəm bura 64 kilobayt. Bir tərəfim bitdi, bir tərəfim kilobaytdır. Elə bir santimetrlə desimetr necə toplaya bilmirsə, bitlə kilobaytı da o formada vurub çıxıb toplayıb bölüb bilməzsən. Nə etməliyəm? Kilobaytdan getməliyəm bitə. İndi deyirəm kilobayt böyüdü yoxsa bit böyüdü? Deməli mən böyük ölçü vahidinə, kiçik ölçü vahidinə keçəndə nə etməliyəm? Vurma qaydasından istifadə etməliyəm. Nəyə vuracağam? Burada məsələ belədir ki, mən kilobaytdan bayta getməliyəm. Bəli, baytdan da bitə getməliyəm. Deməli məsələn belə olacaq. Gəlirəm burada. Mənim üçün 1024 vurulsun 8. Bu da mənə verəcək. Röqəmə sizə görə yazıram, açıq yazacağam. Deməli yazıram. 1024 vurulsun 8. Bir saatdan gəldi. Əvvəlcə bayta keçdim, baytdan bitə keçdim. Başa düşdünüz? Əla. Burada mən i-nin yerinə x yazıram. Nə bilim, i yazıram. Məhsul burada bu. Mən vurğu tapmaq üçün bax elə bil ki, bu qaldı. Bu da qaldı, bu da qaldı. İndi məsələ nədir? Mən vurğu tapmaq üçün nə edirəm? Məhsul vurğu tapmaq üçün bax i-ni tapıram. I bərabərdir. Hasili, bu mənim hasilimdir. Düzdür həmin. Deməli hasilimi bütöv yazıram. 1024 vurulsun 8 vurulsun 64. Bölünsün 1024 vurulsun 128. İxtisar apara bilirsən eynidir. Düzdür? Bunları ixtisar apara bilmirəm. Müəllim, ola bilər də. Neyniyəm bax. Gəlirsən burada kalkulyator sənə veriləcək. Hər zaman hər şey ola bilər. İndi biz deyirik üstləri topla, üstləri tələsməyə lazım deyil. Ev 10 saniyə gecə yaz. Bir sual qabağı ol. Gəlirsən buradan yazırsan bax 8 üstündən getmə. Başa düşürəm də indi üstündən getmək sizin üçün çətindir. Yazırsan 64. Düzdür? Bərabər 512. 512-ni də bölürük 128-ə. Bərabərdir 4. Bax bu tapdığın 4 i-nin qiymətidir. I-ni tapırsan 400. İndi sənə harf düsturu öyrətmişdim. N bərabərdir 2 üstü i. Amma səndən bunu soruşmur. Sən orada dəftərə qeyd edirsən. Hardakı rəng dərinliyi sözünü dedi. Bu i-dir. Deməli rəng dərinliyi nə imiş sən demə? Rəng dərinliyi. Rəng dərinliyi. Bax bu sözü unutmayın. Amma məndən soruşar ki, burada maksimum nə qədər rəng var? Harf düsturu n bərabərdir 2 üstü i. N bərabərdir 2 üstü 4 bit. O da bərabərdir 16. Bax bu tapdığın 16 maksimum rənglərin sayıdır. Aydındır? Amma sənin doğru cavabın olacaq 4. Niyə 4? Çünki səndən rəng dərinliyin soruşur. Kimin sualı?